Görür bir qadın su aparır evinə. Yanında da yetim uşaqlar. Qadın da deyir, Allah neynəsin əlləyə bilmirəm. Göndərdi yoldaşımı döyüşə, öldü, indi heç maraqlanmır. Həzrət Əli bunu görür. Deyir, xanım ver, suyu mən aparım. Çininə alır, suyu aparır, xəlifəliyi dövrüdür. Gecə yata bilmir, səhər durur, cəmbil götürür, qidayla, yeməklə, çininə alır, gəlir. Səhabələr deyir, icazə verin biz aparaq, deyir, qiyamətdə mənim yükümə aparacaqsınızsa, indi də aparın. Qapını döyür, xanım deyir, kimsiz? Deyir, dünənki o Allah bəndəsi. Deyir, Allah səndən razı olsun, amma Əlidən şikayət eləyəcəm qiyamətdə. Oturur, deyir, bir əli ilə verir uşaqlara, yedizdirir. Deyir, Əli üçün dua eləyin, Allah əlini bağışlasın. Deyir, yedizdirir, onları ağlayır. Əlini halal eləyin. Əli səhlənkarlıq eləyib sizin barınızda. Halbuki heç bir səhlənkarlıq eləməyib. Deyir, yaxınlaşdırır özünü oda. Deyir, ey Əli, dadı bu odu. Qiyamətdə yetimlərə biganə olanlar bu odda yanacaq. Deyir, bu məqamda qonşu gəlir, görür, tanıyır. Deyir, Əmirül Muminindir, Əli ibn Əbi Talib. Deyir, vay, ağa çox utandım, üzr istəyirəm, həya elədim, mən bilməmişəm. Deyir, cavab verir ki, mən xəcalətliyəm, mən utanıram sizdən. O əzəmətdə Əli ibn Əbi Talib yetimlərlə rəftarı, davranışı budur.